Ben öz qəmrimdən uzaqdım. İndiyəcən bir fağırca uşaqdım. Döndüm oldum bu dünyanın yaşını. Səndən ayrı nə dərdim var? Dünya hey, mən varım, nə dərdim var? Dünya hey, döndər bəri, nə dərdim var? Dünya hey, gönder beni, ne derdim var daşıyım. Gönder beni, ne derdim var daşıyım. Mehmet İlgar bu şehri 1984 yılda yazdı. Cəmi 34 yaşı var bu şehri yazanda. 34 yaşında bir genç, hele o vaxtda, maşallah 75 yaşa gelip çıxır. Bu dünyanın Rəhmətli Amalı Sadiq Əfəndinin təbiriyle desək, bu bir oğlu bir dünyanın yükünü öz şiirində daşımağa hazır idi 34 yaşında bir genç. Mehmet İlgar, belə Mehmet İlgar'dı. Biz Mehmet'ten çoxdan bir yerdəyik. Yani 60-cı illərdən, orta məktəbdən Mehmet'ten bir yerdəyik. Uşaq vaxtı o qədər dalaşmışıq ki, o qədər futbol oynamışıq ki, futbolun üstündə dalaşırdıq ən çox da. Və ona görə də mən düşünürəm ki, Mehmet haqqında bir neçə kəlmə demək hər halda mənim mənəvi haqqımdır. Mehmet İlgar çox gözəl bir elde obada dünyaya gəlir. Övliyalar yurdu olan, müridlər yurdu olan İncədərəsinin Aslanbəyli kəndində gözəl bir ziyalı ailəsində anadan olub və talih elə gətirib ki, biz 60-cı illərdən sonra yolumuz yenidən Sumqayıtda kəsib, birlikdə Sumqayıtda işləməyə başlamışıq. Hələ mən 71-ci ildə institut qutarıb bura təyinat alandan sonra. İncədərəsi çox. O da İncədərəsindən onlar bunu bilir, amma bir dəfə yolu ora düşənlər də onu çox yaxşı bilir. İncədərəsinin özdə məxsus bir cazibə qüvvəsi var. Bir ecazkarlığı var İncədərəsinin. İncədərəsinin sanki özünə məxsus bir mistikası var. İncədərəsində bir dəfə baş vuran, İncədərəsində bir dəfə nəfəs alan, İncədərəsində bir dəfə yolu düşən adam heç vaxt İncədərəsindən doya bilmir. İncədərəsi çok büyük sənətkarlar yetiştirib. Çok güzel insanlar yetişib İncədərəsində. Böyük sənətkarlar, hələ mənim gözümün qabağında, yəni mənim tanıdığım, ondan əvvəlki dövrlərə mən getmirəm. Aşıq Avdı, Aşıq Kərəm, Aşıq Cəlal, elə rəhmətlik Ələddin İncəli, Aslan Kəməri, saydıkça bunları kurtarmak olmaz. Ve onun arkasınca gelir Amalı Sadiq Əfəndi, Akif Səməd, Mehmet Demirçioğlu, Mehmet İlgar, bugünkü yanımızda oturan meclisimizin aparıcısı güzel şairimiz İbrahim İlyas'tır. Bak orada bakıram bizim güzel o el sənətkarlarımızın, ustad aşıqlarımızın yolunu devam elətdirib, bugün de ustadlıq səviyyəsində gəlib çıxmış Aşıq Şaib oturub, Aşıq İlham oturub. Yəni bizim İncədərəsi belə insanlar yetiştirib, belə gözəl sənətkarlar yetiştirib, belə gözəl insanların yurdu, yuvası, məskəni olub. İncədərəsinin bir məxsusluğu, bir gözəlliyi də ondadır ki, bu üç kənd kiçik dağların ətəyinə sığışır, yoldan uzaq, biz o vaxt uşaq vaxtı Şoş yolu deyirik. Şoş yolundan uzaq, vağzaldan uzaq, nə bilim insanların bir böyük belə qələbəliklərindən uzaq, tünlüklərindən uzaq olduğu qədər də nanəciblikdən, namərdlikdən, nakişilikdən, biclikdən, ərlikdən uzaq olan kəndlərdir, uzaq olan insanlardır. Bu insanlar İncədərəsinin ancaq və ancaq mənim xəyalımda, mən öz aləmimdə İncədərəsini ancaq belə təsəvvür edirəm. Bu
İncederesinin o güzel şairlerinden biri de artık dediğimiz gibi bugün jubileyine yığıştığımız Mehmet İlgar'dır. Biraz şablondan kenara çıkın. 89. yılın sonlarıdır. Çok danışmayacağım. Çalışacağım, kısaldım. 89. yılın sonlarıdır. Hayat ele getirip, iş ele getirip ki Mehmet İlgar işsizdi, işsiz kalıp. Bir sebebi var işsiz kalmağının, ele belə değildi o sebebi de. Tesadüf ele getirip ki ben həmin dövrdə, cəmi 40 yaşında bu şəhərin birinci katibini seçilmiş. Mehmet geldim yanıma iş meselesine göre ki işsizliği. Dedim bakacağım. Çok oraya attım. Bazı sebep vardı, mali olan sebep. Ona göre işe alınmırdı helelik. Alınmırdı. Sebebi vardı alınmamasının da. Babek bilir, İbrahim bilir. Günlerin bir günü 90. yılın evvelleriydi. Köməkçim geldi yanıma ki Mehmet İlgar geldi, dedim o gelsin. Dedi yok, bir konvert verip gitti. Açtım konverti, görmüş belki şeyi. Cumalım bir senin keremineydi. Keremin kim olsun, kerem sahibi. Şüpheler kalbimi gidip dağıdır, kimdi bu hilqətin gören sahibi? Dedim sen ne yıkıldasın. Cemaat bana tarih yazır. Bu buradan buraya bana böyle bir tənqidi şehir yazır. Ondan sonra deyir bana iş verir. Əyləter edirəm buradan buraya. Əvəz Mahmud Dələdə böyle bir poema boyunda şehir getirip İster ki sözümden, ister incisən, kardeş tapılmayan lalir incisən. Seni hardan verdi yaradan bize, seni bir Dönem bu bunu yazır, bu da benimdir. Dedim de Allah okuyum. Nəğməm sözə gəlməz, sözüm yarıca.